Balaxanı qəsəbəsinin Mövsüm Sənani küçəsinin sakinləri uzun illərdir kanalizasiya sisteminin olmamasından şikayətçidirlər. Onların sözlərinə görə ərazidə mərkəzləşdirilmiş kanalizasiya xətti yoxdur və bu gündəlik həyatda ciddi problemlərə səbəb olur. Sakinlər bildirirlər ki, illər əvvəl qonşular birləşərək öz vəsaitləri hesabına kanalizasiya xətti çəkməyə çalışıblar. Lakin iş mütəxəssislər tərəfindən aparılmadığı üçün nəticə uğurlu olmayıb. Qəsəbə sakininin sözlərinə görə o 1982-ci ildən burada yaşayır və həmin illərdən bu yana ərazidə kanalizasiya olmayıb. Başqa bir sakin isə vurğulayır ki, yağış yağan kimi su həyətlərə dolur. Çəkilən xətt bu qədər suyu aparmağa gücsüzdür. Bu isə həm pis qoxuya, həm də antisanitar vəziyyətə gətirib çıxarır. Onların sözlərinə görə şikayətlərinə baxan yoxdur. Kanalizasiya xəttlərinin üstü açıq qaldığından bu həm də uşaqlar üçün təhlükə yaradır. Sakinlər deyirlər ki, bir neçə dəfə uşaqlar həmin xəndəklərə düşüblər. Məsələ ilə bağlı İli şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirilib ki, Balaxanı qəsəbəsinin Mövsüm Sənani küçəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Hazırda ərazidə olan kanalizasiya xəttləri əhali tərəfindən pustar üsulla çəkilib və mövcud şəbəkəyə qoşulub. Qeyd olunub ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə həmin ərazidə yeni tullantı su şəbəkəsinin qurulması üçün layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.